Xaricdə mühacir kimi yerləşərək Azərbaycana qarşı informasiya savaşı aparan da milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır. Artıq Azərbaycan hüquq mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdır və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində ciddi işlər başlayıb. Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır. 2018, 2019 və 2020-ci illərdə də Azərbaycan hüquq mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi. Ancaq Avropa ölkələrində müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilirdi. Qeyd edək ki, Tural Sadıqlı, Məmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcəyi ilə bağlı məlumatı Millət vəkili Elman Nəsirov da təsdiqləyib. Millət vəkili TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək. Sadəcə zaman məsələsi.